Boşanma zamanı ən problemli məsələlərdən biri, hətta birincisi uşağın valideynlərdən hansının himayəsində qalmasıdır. Bu proses Ailə Məcəlləsinin 22-ci maddəsinə əsasən həyata keçirilir. Bunun üçün boşandıqdan sonra ər və arvad məhkəməyə saziş təqdim etməlidir. Belə olmadığı halda məhkəmə məsələni özü həll etməli olur. Bu zaman aşağıdakı vacib nüanslar mütləq nəzərə alınmalıdır. Uşağın hansı valideynin yanında qalması ilə bağlı məhkəmələrə baxılarkən onun ən üstün maraqları nəzərə alınmalı, fikri və yaşı nəzərə alınmalı. Eyni zamanda valideynlərinə bağlılığı, qardaş və bacılarına bağlılığı, həm də valideynlərdən həmin uşağın tərbiyəsində və iştirakında şəraiti nəzərə alınmalıdır. Sadalananlar məhkəmə prosesində öz təsdiqini tapmalıdır. Əks halda qaldırılan iddia əsassız hesab edilə bilər. Bəzən isə məhkəmə hər iki valideyni qəyyumluq hüququndan məhrum edir. Belə olan halda uşaq müvafiq icra hakimiyyəti orqanına təhvil verilir. Maraqlıdır, sözü gedən problem dünya təcrübəsində öz əlini necə tapır? 7 yaşına qədər uşaqlar əsasən analarının himayəsində qalır. Uşağın bəzi hallarda atanın himayəsinə verilməsi, o cümlədən atanın himayəsinə qalması ilə bağlı da qərarlar qəbul edirlər. Qeyd edeyim ki, xarici ölkələrdən, deməli, Türkiyədə bu daha çox yayğın bir presedentdir. O cümlədən Rusiya Federasiyasında uşağın inkişafı üçün ananın, hətta azyaşlı uşağın inkişafı üçün ananın zərərli təsirləri varsa, bu bir mənalı şəkildə uşağın anadan alınıb ataya verilməsi üçün əsas hesab olunur. Qanunun kimin tərəfində olması əsas şərtlərdən hesab edilsə də, ən vacib məqam uşağın psixoloji vəziyyətinin zərər görməməsidir. Burada isə məsuliyyət hər iki valideynin üzərinə düşür. Şəxsi ambisiyalar deyil, övladın gələcəyi nəzərə alınmalıdır. Çünki cəmiyyətə sağlam nəsil bəxş etmək hər kəsin mənəvi borcudur. Asəf Zeynallı, Burhan Turabov, Səbuy Sadiq, Telesər.